o zülmü ki eləyib, başqalarını satırdı, onların hamısı bir yadına düşür. Bilir ki orada açılacaq. Peyğəmbər buyurur, mən sə'a, bu Həzrətin hədisidir. Mən sə'a bi əxihi ilə sultanin, əgər bir dənə insan öz dostun, öz mömin qardaşın satır, bir zalimdir, zülm eləyir, bu da gedir ona xəbər verir, zalimə xəbər verir. Bunu satır, ləm yəbdu ləhu minhu su'un və la məkruhun. Bu deyəndən sonra, bu gedib xəbər verəndən sonra heç o zalim də buna heç nə eləmir ha. Amma bu gedib satıb. Bu gedib xəbər verib ona. Ki bunlar belə eləyirlər. Bunlar belə işlər görürlər. Deyir, bax bu satıb. Hələ ondan da buna heç ziyan gəlməyib. Əhbətəllahu kullə əməlin əmilə. Pərverdigar aləm. Bu adam ki öz qardaşın, dostun satıb, nə qədər ibadəti var hamısı pozulur. Namaz qılıbsan, oruç tutubsan, həccə gedibsən, onların hamısı pozuldu getdi. Niyə görə? Qardaşı verdin zalimin bıçağının qabağına. Gerçi onun bıçağı kəsmədi, gerçi o buna heç nə eləmədi, amma sən satdın, bütün əməllərin pozuldu. Əməlsiz hara gedirsən? Ondan qorxur. Bilir ki, mən cinayət eləmişəm. Bilir ki, mən günah eləmişəm. Bilir ki, mən nə eləmişəm? Öz əməllərindən qorxur. Həzrət buyurur, fəin vəsələ iləyhi minhu su'un o məkruhun. Hala indi bu mömin qardaşın satıb, zalimə xəbər verib ki, bunlar otururlar, iclas eləyirlər, danışırlar, sənin barəndə nəsə deyirlər, eləyirlər, bu gedib ona xəbər verib. O da qızışıb, onun da beyni duman, beyni məst, sərxoş, riyasət sərxoşi, xəbəri eşitcəyin, bunları tutdu, bunlara zülm elədi. Yaxçı nə olacaq? Buyurur, fəhuvə mə'ə fir'on və ali fir'onə finnar. Qiyamətin günündə bu insan cəhənnəmdə Fir'on və Fir'onun yaxınları ilə bir yerdə olacaq. Niyə görə? Çünki qardaşın satıb, çünki zalimə kömək eləyib. Ona görə də buyurur, vəttəqullah və'ləmu ənəlləhə bima tə'məlunə bəsir. Qorxun Allahdan. Allah baxır, Allah görür. Qorxun Allahdan, Allahın rəhməti, məğfirəti, Allah qorxulu bir şey deyir. Öz əməlindən yəni qorx. O əməlləri ki eləyibsən. Hətta Peyğəmbərimiz də, Peyğəmbər ki zülm eləmirdi. Peyğəmbər ki zalimə kömək eləmirdi. Əksinə zalimlə mübarizə aparırdı. Amma cəhənnəmin adını eşidəndə qorxurdu. Müslüm bu nəql eləyir. İndi bu İmam Sadiq əleyhissalama deyir. Deyir biz bəzən görürük bəzi insanlar yaxşı ibadət eləyirlər. Namazları yaxşıdır, orucları yaxşıdır, hər şey öz qaydasındadır. Amma sənin imaməti qəbul eləmir. Bu ibadətin ona xeyri var, yoxsa yox. Deyir, Həzrət mənə cavab verdi. Dedi ki, biz əhl-i beyt misal vuranda Bəni İsrail Peyğəmbərin ətrafında 40 nəfər adam var idi. Hər birisi onların 40 gün ibadət eləyirdilər. Onların duaları müstəcab olurdu. Amma onların biri bir dəfə 40 gecə ibadət elədi. Dua elədi, duası qəbul olmadı. Deyir, gəldi İsa Peyğəmbərin yanına, dedi, ya İsa, mənim halım belə oldu. Mən Allahdan istədim, duam qəbul olmadı. Xahiş edirəm, sən Allaha dua elə, istə ki, mənim dualarımı qəbul eləsin. Həzrət dua elədi. Dua eləyəndən sonra İsa Peyğəmbərə cavab gəldi. Allah buyurdu, ya İsa, o gəlib mənim qapıma, amma başqa qapıdan gəlib. Mən dediyim qapıdan gəlməyib. Onun ürəyində sənə qarşı şəkki var, indi istəyirəm mən onun duasını qəbul eləyəm. Olmayacaq.
ölənəcən yalvarsa, dua eləsə, onun duası qəbuldür. Çün o, Allahın yer üzərində olan höccətinə şəkk eləyib o. Birinci şəkkin düzəltsin, şəkkin düzəldəndən sonra duasını qəbul eləyərəm onu. İsa Peyğəmbər dedi ona. Dedi, sən mənim barəmdə şəkk eləyirsən. Belədir, dedi, hə, belədir, düzdür. Mən deməmişdim, amma belədir. Dedi, indi ki bildin, sən şəkki gərək düzəldəsən. Ola yəqin, ondan sonra duaları eləyəsən. Yenə də İsa'nın özündən kömək aldı. Dedi, mən sənə yəqin gətirdim. Allaha yalvar ki, mənim yəqinimi qəbul eləsin. İsa Peyğəmbər də dua elədi. Ondan sonra da duaları da qəbul oldu. Yəni ki, bizə başa salır. Əgər insanın ürəyində şəkk olsa, o insanın nə ibadətində fayda var, nə dualarında fayda var, onların hamısı aradan gedəcək.